İlk su çərşənbəsidir. Bu çərşənbə ilə qədim bayrama hazırlıqlar başlayır. İnançlara görə Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona əzəli çərşənbə, gül çərşənbə də deyirlər. Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Bu zaman gecə ilə gündüz bərabərləşir və günəş düz şərqdə doğub qərbdə batır.